sualda deyilir ki, bəzən elə kəslər var ki, deyir ki, biz alimlərin demək olar bütün fətvalarını qəbul edirik. Amma müəyyən fətvalarını qəbul etmirik. Misal olaraq cihadla, boykotla, təkfirlə bağlı fətvalarını. Belə kəslərə nəsihətiniz nə olardı? Cavab budur ki, Allah-u Teala sizə bərəkət versin. Təbii ki, elm əhli olmayan kəs elm əhlinə, alimlərə müraciət etməlidir və xüsusən böyük məsələləri ondan soruşmalıdır. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, فَسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ Bilmədiklərinizi elm əhlindən, yəni bilənlərdən soruşun. Belə olan halda da hər bir müsəlmanın üzərinə vacibdir ki, bilmədiyi məsələni, şəriətlə bağlı olan bir məsələnin hökmü onun əhlindən, elm əhlindən soruşsun, maraqlansın. Və əgər ona hansısa alim, yəni işin əhli olan bir alim ona fətva verər, bu məsələnin hökmünü bəyan edərsə, artıq onun üzərinə düşən də buna tabi olmasıdır, bununla yetinilməsidir. Lakin bununla yanaşı, o demək deyil ki, o kör-körənə təqlid etməlidir. Çünki alim də məsum deyil və mütləq şəkildə o da xəta edə bilər. Xəta etdiyi zaman hər bir müsəlmanın üzərinə vacib olan budur ki, onun xətasının arxasınca düşməsin. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu barədə buyurur ki, qazi, alim fətva verər, əgər o fətvası savab olarsa, yəni doğru olarsa onun üçün 2 savab, əgər xəta olarsa onun üçün 1 savab vardır. Yəni, hər bir halında bu məsələdən fətva verən alim karlı çıxır, yəni savabla çıxır. Çünki o, Quran və sünnə mənhəcindən çıxaraq bu sualın cavabını verir. Lakin sualı yönləndirən şəxs, fətvanı alan isə əgər kör-körənə bu məsələdə ona təqlid edər və onun dəlilini götürər və bununla gedərsə və digər dəlilləri isə, fətvaları isə bir kənara atarsa, bu halda isə onun üçün günah vardır. Və bu sualda da qeyd olunur ki, həmin o alimlərin cihadla, boykotla, təkfirlə bağlı olan fətvalarını qəbul edəmirik. Biz az öncə qeyd etdik. Yəni, əgər alim xəta eləyərsə, o zaman onun xətasının arxasında düşünmür və həmin o kəs də doğru etmiş sayılır. Yəni, bütün məsələlərdə bir alimin fətvasını götürmək və onunla getmək, bu, Allah Resulü sallallahu aleyhi ve sellemin sünnəsinə müvafiq deyil. Çünki qeyd etdik ki, heç bir alim məsum deyil və buna görə də hər bir müsəlmanın üzərinə düşən Quran və sünnəyə, yəni Allahın kitabına və Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin hədislərinə sarılmaqdır və bu Quranı və sünnəndə sələfin fəhmi ilə, yəni Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin əshabının və ondan sonra gələn xeyirli cəmaatın, yəni tabinlərin, onlardan sonra gələn xeyirli cəmaat, atba tabinlərin və onların tələbələrinin başa düşdüyü tərzdə başa düşüb və onunla əməl etməkdir və ona tabi olmaq.